Gəlin uşaqlığımızı xatırladan həmin o kəsmikli kurabiyələri hazırlayaq. Kəsməyə bir çimdik duz, kərə yağı əlavə edib qarışdırın. Sonra bir yemək qaşığı şəkər əlavə edib yenidən qarışdırın. İndi una, qabartma tozu əlavə edib kəsmiklə birləşdirin və xəmir yoğurun. Unu hissə-hissə əlavə edin, çünki unun miqdarı kəsmiyin nəmliyindən asılı olacaq. Həmir yumuşaq olmalıdır və əlinizə yapışmamalıdır. Sonra həmiri 2 hissəyə bölün, silafan torbaya qoyun və 2 düzbucaq qat yayın. Qatları 30-40 dəqiqə dincəlmək üçün soyuducuya qoyun. İndi layları 3 mm qalınlığında hər tərəfə içlik səpərək yayırıq. Qatları videodakı kimi hər iki tərəfdən bükürük və 1-1,5 santlıq parçalara kəsirik. Hər parçanı una batırıb soba qabına keçiririk və əvvəlcədən 180 dərəcəyə qədər isidilmiş sobada 15-20 dəqiqə bişiririk. Mütləq hazırlayın, çünki çox ləzzətlidir. Videonu bəyənib və kanalıma abunə olmağı da unutmayın.